Hamıya salam dostlar, mən Tosun oyunda bugün sizlərlə yeni bir videoyla qarşınızdayım. Əslində yeni bir videodan da yeni bir serimizdir. Yəni Good Game Empire'dır. Yəni Good Game Empire nə oyundur, belə deyim. Sid Meier's Civilization kimi bir oyundur, amma ondan daha belə fərqlidir biraz. Biraz yox, aslında çox belə fərqlidir. Gördüyünüz kimi uşaqlar, qalamızdır bu bizim. Yəni mən başlayanda sıfırdan başladım. Amma ki videonu çəkirdim. Sonra baxdım ki də video çəkmir də özü. Yəni proqram özü çəkmir. Ona görə uşaqlar mən də indi yeni bir video çəkdim. Çünki video çəkmə həvəsim ölmüşdü, belə deyim. Uşaqlar gördünüz ki bu bizim bayrağımızdır. İstəsəniz komment yaza bilərsiniz ki bayrağını dəyiş. Mən də o zaman dəyişərəm bayrağı. Bu arada uşaqlar gördüyünüz kimi vergi toplayıram xalqımdan. Xalqımdan vergi toplamaq üçün bu evlər lazımdır. Bu gördüyünüz bu 6 dənə evdən 6 dənə də, 6 dənə bir küçük, 6 dənədir. Şöyle gördüyünüz kimi burada deməli 306 dənə də burada çiftliyimiz var. Həmin bu çiftliklə bizim askerlərimiz var 12 dənə. Həmin o 12 dənə askerimizi bu çiftliklərlə doyururuq. 4 dənə taş evimiz var. Bu taşlar buradan ürətilir. Bir də 4 dənə də odun evimiz var, odun. Bu arada qalamız başlayanda bu boyda idi dersən, səhv eləmirəmsə. Sonradan bu qədər yekəldik, yəni 3 levelam. Bu seriyanın əsas özəlliyi ona deyim, çünki seriyanın adını qoyanda özəl seri qoyacağam. Çünki bu serinin Agolino oyunçu ilə çəkəcəyik. Lazım gəlsən Skype vasitəsilə bunu çəkəcəyik. Lazım olsa da o qala quracaq, mən də onun yanına yerləşəcəm. Yəni qalamı onun yanına daşıyacağam ki, ya bir-birimizə hücum eləyəcəyik, ya da ki necə deyərlər, mən ondan müharibə elan eləyəcəm Agolino oyunçu ilə. Yəni uşaqlar, kefin necə istəsə ya müharibə eləyə bilərik, ya da ki ittifaq qura bilərik. Əsasən də sizə onu deyim uşaqlar, bizə əskər lazım olacaq. Çünki əskərlər bayağı bir iş görür. Yəni burada el olur ki barbarlar ortaya çıxır. Həmin barbarları əgər qalanınız əskər olmasa sizi yağmalayır gedir, belə deyim. Uşaqlar, bu arada burada neçə dənə yeməyimiz vardı? 69-24. Harada mən bir 30 dənə əskər daha çıxarda bilərəm. Deməli 225 dənə əskərimiz buradan belə çıxacaq. Burada da deməli bir dənə əskər lazım olmayacaq, amma hər nəysə. Deməli 30 para lazımdır, amma paraya pala deyən üçün hər nəysə. Uşaqlar, deməli buradan mən istəyirəm 2 dənə odun evi qurum. Amma belə baxıram, 2 dənə odun evi qurum, 2 dənə də burada şey quraram. Aha, yer yoxdur qalada. Ay zibil. Hər nə uşaqlar, yəni canını sıxmayın. İndi uşaqlar gördük ki 17 nəfər daha əskərimiz oldu. 17 nəfəri əskər mətöz tamam oldu 17 nəfər. Hər nə uşaqlar, burada bu arada mail istəyi gəlmişdi. Mail istəyi isə nədir? Mail istəyi olan zaman bizə 300 dənə burada yakut verəcəklər. Əsas bu oyunda yakut qazanmaqdır. Para az olsa da olur, çünki para ilə yakut ala bildik. Bu arada uşaqlar, bu serinin Agolino oyunçu ilə birlikdə çəkəcəm. Yəni Agolino oyunçu da özünə bir profil açacaq və ya müharibə elan eləyəcək belə. Bu arada Browser oyunudur bu. Yəni online counter oyunudur, belə deyim, Browser'dan. Qalamın adı da Xan qalasıdır. Deməli, Xan qalası Şövalye Xurşudxan. Gördüyünüz kimi Baron 78. Burada uşaqlar əsasən bu təhlükədir. Bizə üzməlisə videoda biz getdikdə bizim eşşəyimiz öldü. Hər nə uşaqlar, indi mən çox danışmadan ən yaxındakı qala deyərəm budur. 2 3 6. Amma uşaqlar, mən bu qalaya bir dənə hücum edeyim. İlk səfərimizdə xeyirli və uğurlu olsun. Bu arada uşaqlar, qalalar da fəth eləyəcəyik. Yəni belə qalalar var. Gördüyünüz bu belə qalalar var. Yəni belə. Onlar da fəth eləyəcəyik inşallah Allahın izni ilə. Bu arada uşaqlar, bu serini çox oynayacağam. Da yəni sezonda bəlkə bir 70-80 bölüm gələcək bu serinin. Yəni narahat olmayın. Demə buradan bunu da deməli 2 dənə qalamıza 4 dənə əskər qaldı. Hər necə bizdə savunma divarını inşallah qıra bilərik, çünki belə çətin olacaq müharibə. Aha, nə saniyə getdilər bunlar. Dəqiqə, ya Allah, Allahın izni ilə alacaq o qalanı. Aha, geri qayıtdılarsa bir şey aldılar. Zafər, hərbiz, kələ kimi, kələ. Hər nəysə, deməli qalada bircə nəfər əskər var imiş, qalada bircə nəfər əskər var imiş, 13 nəfər də bizim əskərlər imiş. O da qabaq ön cəbhədə imiş, qanatlarda heç adam yox imiş. Uşaqlar, bu arada oyun çox dəhşət maraqlı oyundur. Mən bu oyunu çoxdan da oynayıyorum.
Prosto oyunu oynuyordum. Bir de uşaqlar 22:49 bu saat hardasa mən bunu yazdım. Bu arada uşaqlar bu saata baxmayın, bu saat səhvdir. Batareykaya görə, kompüterin batareykasına görə görək nə qədər pul qazanmışıq. 28 bu 50 20 22 yedi 17 taş da dəsən lazım döldü çünki qalanımızda var idi. Demək buradan demək buna hücum eləyə bilsək görək nə qədər qazanacağıq. Bir dəqiqə uşaqlar buradan bunu buradan da bunu seçək və göndərək. Buradan 5 dəqiqəyə gedəcək, əşəşin olmaz. 5 dəqiqə yoldu. Yəni 9 saniyə, 5 dəqiqəni 9 saniyə deyən ilk insanlardır. Uşaqlar, ilk fetimizi elədik, indi isə ikinci fetimizi eləyək. İkinci fetimizi eləyək və bir sonra ödəyəcək. 435 3 puan, 435 3 nə 435 3 nədir? Nə bilim, təzə bir nəsə eşitdim. Mən bu oyunu bir il əvvəl oynuyordum, bayağı bir qalan var idi. Qalanda çox girməyəndə, yəni oyuna çox girməyəndə qalan vəziyyətə düşür, harabələr var. Yəni bu qaladan qalan zəy harabə oldusa, videoda qalan zəy heç eləyə bilmirsiniz. Ekipman, deməli 2 nəfər ordu getdi. 2 nəfər ordu əslində müharibəyə getdi. Bu isə bizim qarargahımızdır. Yəni qarargah nədir? O ordular getdi, bəyəxların 2 dənə. Həmin ordular hala kullanıldı. Yəni hala müharibədədir. Yəni yoldadılar da, fərqi yoxdur. Yəni bu ekipman deyəndə ki, buralar istəsə zırh da verir, nə bilim, qılınc da verir, belə. O zaman daha güclü olurlar. Bizdə deməli nə var? Bir dənə bundan var, bir dənə bundan var, bir dənə bundan yoxdur. Yəni bizdə bir dənə qala, bunu taxaq, onsa bir dənə kasket olur, o da biz oluruq. Çünki xan qalasındır, xan qalası bizim qaladır. Bu arada uşaqlar Xurşud xandır oyunçumun adı, amma qalanın adı xan qalasıdır. Allahın izni ilə bu qalanı gücləndirim mən. Qalanı gücləndirsəm çox əla olacaq. Amma ki bir dənə bunu beləsinə görmək olur. Uşaqlar görək indi burada. Bu arada uşaqlar çalışın qalanınıza vergi toplayın. Amma az ev qursanız az vergi alasınız, çox ev qursanız çox vergi alasınız, belə deyim. Gördüyünüz kimi uşaqlar bu hər də müharibədə olduğuna görə və ya getib gəldiyinə görə hələ kullanımdadır. Amma biri gəldiyinə görə bunda videoda bu getdi, onu da buna veririk. Həmişə mən beləsini eləyirəm. Gördüyünüz kimi uşaqlar 6 düşman kapısı koruması, 10 mezar gələn savaş gücü. Gördüyünüz kimi belə indir. Amma bunu çıxartdıqda video gördüyünüz kimi işləm. Demək buradan beləsine gedək. Uşaqlar dediyim ki, bu arada bu Agolun oyuncusu ilə birlikdə oynayacağıq. Gördüyünüz kimi uşaqlar ikinci komandan da gəlir. Hə uşaqlar, Fatih Emre. Mən istədim biraz hücum eləyəm. Amma yox, hücum eləməyəcəm. Hücum eləməyəcəm. Biraz missiya tamamlayayım və səviyyəmi qaldırım. Çünki Agolun oyuncuya hücum eləyəcəm. Mən ağlıma qoymuşam ki, aha bizim o köhnə necə deyirlər, köhnə buna baxmadım. Aha 28 dənə altın qazanmış. 15 daş, 16 odun, 59 yemək. Deməli, buradan bir xıpı qazanmışıq. Onda bir dənə əsgər olur bu baron kalelərində. Əsas o düşmənlərdə özümüzü qorumaqdır. Gördüyünüz kimi buraları da inkişaflətdirmişəm, yəni gəlişdirmişəm. Bir düzey kule, bu 0 idi əslində beləsinə. İndi bu birinci leveldadır. Xəzinəmizi toplayaq. Xəzinə nə toplayaq? Bu gəldi. Söz demək ki, vuru günə də vurur. Aha 300 dənə taş verəcək. İndi gedək o taşı alaq. Buradan main ruya girək. Mr. Kusuda gəlib baxsın. Aha uşaqlar gedək deməli buradan. Çalışacağım uşaqlar, bu arada qalanıza arbaletli askerlər saxlayın. Mən bunu qaldırdıqdan sonra arbaletli askerləriniz də gələcək. Mən arbaletli askerlər istəyirəm gəlsin qalama. Çünki arbaletli askerlər bayağı bir qalanın qorunmasını həqiqətən yolunda qoyur. Baxın. Yəni savunmalar. Gördüyünüz kimi 50% burada, 25 bura, 25 bura. Deməli neçədən kəndli var? Bir kəndli var. Əsas kəndli burada olur. 7 dənə kəndli var, 3 dənə kəndli var. Aha, bilmirəm.
Bu arada uşaqlar, kale qapısı, bu kale duvarı zat, bunları biz gelişdirəcəyik əlbəttə ki. Prosto ki, indi levelimiz az deyə biz elə şeylə quranmırıq. Mən də götürüm 65 dənə altın verdi. Sağ olsan kələ, həm neysə. Nə oldu ha bu ta? Çox yükləmə verəm. Steamdən bir də Crack oyun yükləyirəm ona. Və bu arada bunun bezbomba verməsi iki dənə var, bu yaşıl bir də bundandır. Buradan 11 87 11 1. Aha. Əsas şirət və Steam götürüb ona görə. To verify. Burada data şov. Aha. Bunu deməli buradan götür. Şimdi onaylayaq. Onayladık. Aha, onayladık ki. Aha, onayladık uşaqlar bunu. Və 300 yakut gələcək. İnşallah gələr, çünki belə olanda birdən error verir. Aha, 490 yakut verdi, gördüyünüz kimi bəyəxəm 190 idi. Bəli uşaqlar. Demək 60 dənə də əhalimiz var. Çalışanım bu əhalini qoruyum, çünki əhali bayağı bir lazım olur. Aha, 1450. Uşaqlar, bu arada mənim 20 leveldan böyük bir oyuncu vardı. Onda 2000-3000 yakut var idi. 7-8 mində yakut var idi. Bir də 11.000, 12.000-ə yaxın pul var idi. Pul var idi, 14-12.000-ə yaxın. Amma maalesef o oyuncuya çox girmədim deyə, yəni profilə çox girmədim deyə oyuncu getdi və mən də ondan sonra oyunu dayandırdım. Belə. Bu arada şöyle gördüğünüz gibi qalanı yandırdıq. Görün neçə də əskərim var. İndi bu saat 17 nəfər təmiz əskərimiz var. Aha. Burada deməli nə edirik? Buradan deməli mənim ən çox belə Fatih Emre'yə hücum eləyəcəm. Mustafa G24 var, ona hücum eləyəcəm. Mus 8 kalesi var, ona 2453'ə hücum eləyəcəm. Bunu da vaxtında alacağım. Onur 0. Deməli buna çox adam hücum eləyib. Bu ücret dağılmadı. Bunun oyuncusu girmir oyuna. Bir də ki bu qalaya hücum eləyəcəm. Bunda nədir? Bu kalor bir ittifaq arıyor. Başla. Uşaqlar var da mən bu oyunun biraz prolarından, pro oyuncularındanım. Eldən təzə deyə eldən udmaq çox asan olacaq. Hər nəsə uşaqlar, bugünlük bu qədər. Sağ qalın, özünüzə yaxşı baxın. Videomu bəyəndinizsə bəyənmə, bəyənməsəniz sağ yanındakı düymə basaq mənə dəstək ola bilərsiniz. Bu arada uşaqlar, kommentdən mənə yaza bilərsiniz ki, bir də uşaqlar, hər nəsə, uzun ömürdən sağ ol, hər nəsə. Demə buradan, yox, üzrsən başım telefon qarışmışdım. Hə. Buradan 34, 18, 31 demə 35, 34. Mən buradan biraz da mızraqçı çıxardım. Mızraqçılar da lazım olur orada. Aha, 4 dənə. Ayda bir qızılan. Burada vergimiz də ver. Bunu da alaq. 4 dənə o neçədən qaldıra bilərik? Bir dənə. Salam uşaqlar. Hər nə uşaqlar, deməli belə. Gələn dəfə inşallah ya ittifaq qurarıq ya da ki bir-birimizə hücum eləyərik. Yəni mən hücum eləsə videoda ondan sonra onu qalasını darmadağın eləyərəm. Belə deyim, darmadağın eləyərəm qalasını. Mənim qalama hücum eləsə. Hər nəysə uşaqlar, sağlıqla qalın, özünüzə yaxşı baxın. Videomu bəyəndinizsə bəyənmə, bəyənməsəniz sonra yanındakı düymə basaq mənə dəstək ola bilərsiniz. Bu arada ən önəmlisi 3-4 dənə yeni seri gələcək. 3-4 dənə qəşəng seridə 2015-in oyunlarından, 2014-2012 arası oyunlardan gələcək serilər. Çox maraqlı. PPS oyunu gələcək, TPS oyunu gələcək. Bir də ki RPG tarzı gemi oyunu gələ bilər, gəmi oyunu gələ bilər.
Hər nəsə uşaqlar sağ qalın, özünüzə yaxşı baxın. Videomu bəyəndisə bəyənməsəniz sonra yanında düymə basaq, mən də görürsünüz. Ən önəmlisi komment və yorum yazın və kanalıma da ən önəmlisi və ən önəmlisi abunə olun. Bay bay. Özünüzə yaxşı baxın.